Şirvanda su və kanalizasiya xəttlərinin çəkildiyi ərazilərdə asfaltlanma işləri aparılır. Şirvan şəhərində 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə və Podraçı Azərsu Təchizat Tikinti Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri çərçivəsində artıq işlərin yekunlaşan ərazilərdə yolların asfaltlanmasına start verilib. Layihə çərçivəsində bu günə qədər ümumi uzunluğu 68.740 metr olan su xəttləri, 38.700 metr uzunluğunda isə kanalizasiya xəttləri çəkilib. Hazırda 4242 abonent dayanıqlı içməli su ilə təmin olunub. Tikinti işləri tamamlanan ərazilərdə yol infrastrukturu da bərpa olunur. Artıq Şirvan şəhərinin Şirvan küçəsində işlər yekunlaşaraq asfaltlanma mərhələsinə keçib. Uzunluğu 1 kilometr olan bu küçənin 920 metrlik hissəsi 7 metr enində və 8-10 sm qalınlığında asfalt örtüyü ilə yenilənir. Yenidən qurma və abadlıq işləri şəhərin digər ərazilərində də mərhələli şəkildə davam etdirilir. Məlumata görə şəhərin bir sıra ərazilərindəki küçələr və o cümlədən də çökmüş yollar və çuxurların növbəli şəkildə təmiri nəzərdə tutulur. Mir Sahib Rahiloğlu, Muğan TV, Şirvan.